Burada ümumiyyətlə xeyr, dezinformasiya deyil. Bildiyiniz qədər mən heç vaxt sevməmişəm mən deyim, amma 2017-ci ildə Rusiya və Azərbaycan mətbuatında mən demişdim ki, payızda qorxulu virus meydana çıxacaqdır və insanlar hamısı maskalarda gəzəcəkdir. Və virus, payız, maska, bu 3 dənə açarı, kəhanət açarını mən təqdim eləmişdim mətbuata. Və belə də oldu. Amma ümumilikdə elə şeylər var ki, mən onu ictimai formada açıqlaya bilmirəm. Amma bəli, qoy belə deyim ki, kadr arxası qüvvələrin marağındadır. Dünyada bir nizam, intizam yaratsınlar, müəyyən qədər insanlarda sonsuzluq yaratsınlar, müəyyən qədər insan ömrünü kodlaşdırsınlar. Çünki vaksin ola bilər, amma o vaksinlərin hansısa bir formatda kodlaşdırılması məsələsi var ki, o da ki, müəyyən qüvvələrin marağındadır. Ona görə də qarşımızda gələn illər ərzində bir neçə virusların hökmranlığını görürəm. Yəni, o viruslar insanlarda yenə xaos yaradacaqlar, müəyyən qədər insanları çərçivədə saxlayacaqlar, olacaqdır bu kimi şeylər, biləsiniz. Mən bunu efirlərdə də demişdim, bu haqda mənim yazdığım məqalə də var. Bildiyiniz qədər Saakashvili prezident seçildiyi vaxtlarda yadınıza gələr, öz qalstukunu yeyirdi kamera önündə. Və yaxud da ki, Rumıniyanın prezidenti canlı yayımda qələm oğurlamışdı. Merkelin canlı yayımda çəkilişdə kamera qabağında qəfildən əsməsi bu bizi həmişə heyrətləndirmişdir ki, bir dövlət başçısının bu formatda hərəkəti, bu necə ola bilər? Yəni, hansı xəstəlikdir? Parkinsondur mu? Başqa bir xəstəliyi mi var? Və bugün Zelenski kimi bir prezidenti, mənim ona tək Rusiyada yaşadığıma görə mənim ona negativ münasibət bəsləmirəm, amma ümumilikdə bir aktyorun gəlib hakimiyyətə çıxmağı nə dərəcədə doğrudur, bu nə dərəcədə məntiqa uyğundur, bu da biraz sual altındadır. Bu kimi şeylər, bilirsiniz, o kadr qüvvəsi, kadr arxası qüvvələrin marağındadır. O müəyyən qədər prezidentlər seçiləndə onlara müəyyən qədər inyeksiyalar olunur. Onların dünya görüşü, psixikası dəyişilir, dünya görüşünü dəyişirlər, kodlaşdırırlar və bu da müəyyən qədər həmin prezidentlərdə, həmin insanlarda əks təsir göstərir. O da ki, kimi qalstukunu yer, kimi qələm oğruyur, kimi əsir. Bu kimi şeylər təsadüfi deyildir, bunu biləsiniz və viruslarda gələcəkdə bəli, meydana çıxacaqdır, olmalıdır.